Aydıq. Baxın. Bu 870 neçəsə bir ədəddir. Yəni 87 vurulsun el demək deyil. Çünki konkret olaraq şərtdə yazılıb ki, hərflər müəyyən rəqəmləri ifadə edir. Hərflər müəyyən rəqəmləri ifadə edirsə, deməli biz bunun yeni bir rəqəm yazacağıq. Əgər bu vurma olsaydı, 87 vurulsun el olsaydı, arada bir vurma işarəsi verilərdi. Hesab əməli suallarında hər zaman vurma, toplama, çıxma hamısı işarə olaraq mütləq şəkildə göstəriləcək. Deməli, mən 4 rəqəmli baxın bu ədədi M-ə böləndə, baxın bu ədəd almışam. İndi mən tərsini tətbiq etsəm, yəni 87 el ədədini, və ya 870 el ədədi, belə deyək, bu ədədi M-ə vuranda alacağım ədəd, baxın bu ədəddir. İndi, M-lə elə qiymət verməyə çalışacağım. Elə qiymət verməyə çalışacağım ki, baxın, son 2 ilə bitsin. Yəni, M-ə elə vuranda son 2 ilə bitən bir ədəd alınır. Son 2 ilə bitən ədədlərim hansı ola bilər? Məsələn, 12 olar, 32 olar, 42 olar. Bu tip ədədlərdən hər hansı biri olacaq. Amma burada bir dənə ipucumuz bizim harda verilib? Diqqətlə baxmış olsaydıq əgər, baxın, burada 9 var. Və mən sanki M-i 7-yə vurmuşam. M-i 7-yə vuranda son 9-dan bitən bir ədəd alalım. Amma bu sonu 9-dan bitən ədəd deyil. Nəyə görə? Böyük ehtimal əvvəldən qalıb. Çünki L1 olmaz. L1 olsa, irəli getdiksə görəcəyik ki, ödəmir. Yəni, L1 M2 olsa, 2 dəfə 1-2-ni versə, yəni maksimum bu 10 neçəsə olmasa və ya son 2 ilə bitən bir ədəd olmasa, sadəcə 2 olmuş olsa, bu zaman L gərək 1 ola, M2 ola. Amma M-də 2 olsa, mən 870 neçəni vursam 2-yə. M2-dirsə 1200 neçəsə ala bilməyəcəm. Daha böyük ədəd alınmalıdır. Daha böyük ədəd alınacaq. Deməli, bu ödəməz. Bu halda mən düşünəcəm ki, bu 1-i 1-1-2 deyil. O zaman buradan nə olursun 1 yadda qalır. Bu əvvəlcə 8 olub, sonra 9-a çevrilir. Bu halda mən deyəcəm ki, M-in qiyməti böyük ehtimal 4-dür ki, mən 4-ü 7-yə vurmuşam, 28 almışam. 1 yadda qalıb olub 29. Əvvəldən də 1 yaddaymış olub 29. O halda M-in qiyməti 4-dürsə, 4-ü neçəyə vuram da son 2 ilə bitən bir ədəd ala bilərəm ki, orada 1 qalıq qalsın. Təbii ki, 3-ə. Yəni, 4-ü vursam 3-ə, 12, 2 yazıq 1 yadda. 4-ü vursam 7-yə, 28, bir də yadda 29, 9 yazaq 2 yadda. Mən M-ə 4 demişdim. 4-ü vursam 8-ə 32, 2 də yadda 34. Həqiqətən baxın, elin qiyməti yenə 4 oldu. Deməli, elin qiyməti 3 oldu daha doğrusu. 3 imiş, M 4, yenə M 4. El də yazıram bura 3. İndi biz həqiqətən 3492-ni 4-ə bölsək 873-ü almış olacaq. Deməli, əsas nəyə baxdıq? Son 2 ilə bitdi. Buna baxdıq. Və ya son 92 ilə bitdi. Buna fokuslandıq. Və təbii ki, 7-yə vurub son 9-dan bitən bir ədəd almağa çalışdıq. Bununla irəli getdikdə cavab ala bildik. İndi mən tapdım ki, L 3-dür, M 4. Toplayanda nə alınacaq? 7 alınacaq. Deməli, bu sualın doğru cavabı 7-dir. O qədər çətin bir sual olmasa da tam qəbul səviyyəli bir sual idi. İkinci sual riyazi məsələdir. Yazıb ki, verilmiş ədədi 10% artırdılar. Sonra alınmış ədədi daha 20% azaltdılar. Son nəticədə alınmış ədəd ilkin ədədə nisbətən neçə faiz dəyişmiş olur? Deməli, əgər konkret olaraq bizə faizlər verilərsə, konkret bir ədəddən söhbət getməzsə, o zaman yuvarlaq bir ədəd götürəcəm. Yuvarlaq ədəd götürək 100. 100 üzərindən hesablama aparaq. Mən 100-ü 10% artırıramsa, birbaşa onun sanki 100-ü 10%-ni hesablayıram və ya belə sadə hesablayaq. 100-ü 10% artırmaq nə deməkdir? Onu 10 vahidə artırmaq deməkdir. Yəni, yeni ədədim olacaq 110. Daha sonra onu 20% azaldıram. Baxın, nəyə diqqət edirək? İxtiyari bir ədədimiz olduğu vəziyyətdə qalırsa, bu 100% qiymətidir deməkdir. 10% artırıramsa, bu 110% olmuş olur. Yox, 20% azaldıramsa, 100%-dən çıxaram. Nə alınır burada? 80% olmuş olur. Yəni, mən bu ədədi nə edəcəm? Bu ədədin 80%-ni tapacam. 20%-ni azaldıramsa, geri neçə faiz qalır? 80% qalır. Deməli, 110-un 80%-ni hesaplamış olsaq, bu da bizə verəcək 88. Deməli, mənim yeni ədədim oldu 88. Amma başlanğıcda ədədim neçə idi? 100 idi. Ən birinci ədədim 100 idi. Sonra artırdım 110 oldu. Sonra ən sonunda azaltdım 88-ə düşdü. Deməli, ümumilikdə ədədim nə qədər azalmış oldu? 100-dən 88-ə 12% azalmış oldu. Deməli, doğru cavabımız bu sualda da məhz Y variantı 12% azaldı olacaq. Növbəti, 3-cü sual. Yazılıb ki, 2/1903 ifadəsinin sonuncu rəqəmi hansıdır? Deməli, biz burada 2 ifadələrə baxacağıq. Birinci, 2/1 mənə 2-ni verir. 2/2 mənə 4-ü verir. 2/3 mənə 8-i verir. 2/4 16-nı verir və 2/5
Yenidən 32, son 2 ilə bitən bir ədəd verir. Deməli, hər 4 dənədən bir yenə nə oldu? Təkrarlanma oldu. Baxın, 4 dənəsi fərqlidir. Hamısı 2, 4, 8, 6-dır sonları. Yenidən növbəti 4 dənə də yenə eyni təkrarlanacaq. 2, 4, 8, 6 son bu şəkildə bitəcək. Hər 4 dənədən bir təkrarlanır deyə mən bu qüvvətdə olan ədədi 4-ə böləcəm ki, burada olan təkrarlanmaları aradan qaldıra bilim. 1903-ü 4-ə bölmüş olsaq, 4 dəfə 4 16, 30-da 7 dəfə 4 28, 23-də də 5 dəfə 4 20. Nə qaldı qalıq? Qalıq 3 qaldı. Baxın, bu 475 təkrarlanmaların sayıdır. Bu mənə lazım deyil, dövrlərin sayıdır. Mənə lazım olan hər zaman qalıqdır. 3 qalıq qaldı. Həmin qalığı nə edirəm? 2-nin qüvvətinə yazıram. Hər zaman belə olduqda qalığı tapırsınız, əsasda verilən ədədin qüvvətinə yazırsınız. Yəni 2-nin qüvvətinə yazıram 3, 2 üstü 3 mənə 8 verir. Deməli, sonu hansı rəqəmlə bitir? 8 ilə bitir. Cavab olur məhz C variantı. Növbəti 4-cü sual. Hesab əməlidir. Biraz qarışıq görsənir, amma ən rahat tiplərindən biridir. Baxın, yadda saxlayın ki, məndən soruşulan operatora mən həmişə x demiş olacam. Rahat hesablaya bilim deyə. Yəni, hər sualda deməsəm belə, həmişə deyə bilərəm. Xüsusən bu tip çətin görünən suallarda x dedikdə işimiz daha rahat olur. Bilirəm ki, operatorun solu soluna bərabərdir. Deməli, A 3-dür, sağ sağına bərabərdir, B də 3-dür. Hər yerdə A-nın və B-nin yerinə 3-ü yazıram. İndi baxın. 3 ulduz 3 operatoruna bütövlükdə mən bir x ədədi demiş olsam, yəni bunu x-nə işarələsəm, harda onu görsəm yeni x yazacam. O zaman nə alınır? Sürətdə yazıb ki 1 plus, rəngimizi dəyişim burada rənglər qarışmasın, 1 plus 2 bölünsün x. Baxın, bu sürətin bu hissənin qiymətidir. Mən sadəcə burada 3 ulduz üçün yeni x yazdım. Bölünsün. Məxrəcdə yazıb ki 1 minus, baxın bunun yerinə burada 2 bölünsün x yazacam və ya buna x deyəcəm sadəcə. 2 bölünsün x. Bunu yazdıq. Bərabərdir. 2 dəfə 3 6. 6-dan 3 çıxanda 3. Alınır 3. İndi sadələşdirib buradan x tapacağım. Kəsrin sürətində nə yazılıb? İstəsəniz bir kənardan yazıb hesablaya bilərsiniz. Kəsrin sürətində yazılıb ki 1 plus x-də 2. Ortaq məxrəc bunlar üçün x-dır. X-a gətirsəm, 1 kərə x-a vuram. X plus 2 alınır. Deməli, kəsrin sürətindən alınan ifadə budur. Bəs kəsrin məxrəcindən alınan ifadə nədir? 1 minus x-da 2. Bunu sadələşdirsək x-da x minus 2 alınır. Əgər bu tipli sadələşdirmələrdə çətinlik çəkirsinizsə, mütləq şəkildə oxşar izahlara baxıb, adi tənlik həll etmə olsun, ortaq məxrəcə gətirmə olsun, bunları təkmilləşdirməlisiniz. Çünki tək məntiq dərslərinə baxaraq siz bu tip nüanslarda olan əskiklərinizi doldura bilməzsiniz. İndi, kəsrin sürətində nə yazılıb? X plus x bölünsün 2. Baxın, bunu sizdən silirəm. Yazıram yerinə x plus 2 bölü 2, x. Məxrəcdə də aldım ki, x minus 2 bölü x. Bölmək tərsinə vurmaq deməkdir. Yəni, x plus 2 bölü x-i mən aşağıdakı ifadəyə böldükdə nə edirəm? Tərsinə vururam. Yəni, x minus 2-də x-ə vururam. Burada x-ların ixtisar gedir, alınır. X plus 2 bölünsün x minus 2. Bu məndə ümumilikdə nə oldu? Bərabərliyin sol tərəfinin qiyməti oldu. İndi mən nə edəcəm? Aldığım ifadəni yazıram yerinə. X plus 2 böl x minus 2. Məxrəci vuracam 3-ə, yəni çarpaz vəziyyətdə vuracam 3-ə. Sanki burada 3-ün məxrəci nədir? 1-dir. Çarpaz vursam nə alınır? X plus 2 bərabərdir 3x minus 6. Sadələşdirsək, x-i sağa 3x-in yanına atsam, 3x-in 2 çıxanda 2x qalır. 6-nı sola 2-nin yanına alsam, olur 8. X də burada olur 4. Bitdi. Yəni, x-in qiyməti məndən soruşulan operatorun qiyməti olduğu üçün cavabımız A variantı 4 olmuş olacaq. Bilirəm, biraz qarışıq görsənir. Ortaq məxrəcə gətirmək falan vaxt aparır, amma yenə çox da qeyri-adi olmayan bir sualdır deyə bunu mütləq şəkildə həll etməyə bacarmaq lazımdır. 5-ci sual. Yenə bir riyazi əməldir. Dövrü operatorda amma nisbətən sadəsidir. A üçbucaq mənə birinci sətirdə verilibsə, burada hesablayacağım. Sol sola bərabərdir. Yəni, x bərabərdir 5-ə. Sağ sağa bərabərdir. Y bərabərdir 7-yə. Bərabərliyin sağında qiymətləri yerinə yazıram. X 5-dir, Y də 7-dir. İndi baxın. Mən ağ üçbucaq olan hissənin qiymətini tapmaq üçün gərək qara üçbucaq olan hissənin qiymətini hesablayam. Bəs qara üçbucaq operatoru harda verilib mənə? Düsturu harda verilib? 2-ci sətirdə verilib. Deməli, düşüb burada hesablayacağım. Solu 5-dir. Yenə x bərabərdir 5-ə. Sağı 7-dir. Y bərabərdir 7-yə. Gətirib yerinə yazıram. X 5-dir. Y də 7-dir. Nə alınır burada? 2-ni 5-ə vursam 10. 7-nin kvadratı 49.
Buradan aldım 59'u. Baxın, 5 qara üçbucağı 7 ifadəsinin qiyməti 59 oldu. Mən o zaman gətirib birinci sətirdə 5 qara üçbucaq 7 ifadəsini silirəm. Yerinə nə yazıram? 59 plus burada plus 7 var. Plus 7. Bu bizə verir 66-nı. Deməli 66 bəs nəyin qiyməti oldu? 66 birbaşa 5 ağ üçbucaq 7-nin qiyməti oldu. Elə məhz məndən doğru istəyirdi. Deməli doğru cavabımız bu sualda məhz D variantı olacaq. Keçəcəyik biz 6-cı sualımıza. Deməli, cədvəllərlə bağlı bir sual tipidir. Bilirik ki, cədvəl suallarında birinci nə olsun? Məlumatları götürüb bir kənardan yazmaq lazımdır. Cədvəlin içində verilən vurma işarəsidir. Baxın, mən A-nı B-yə vurmuşam, yazmışam onların kəsişməsinə. Yəni, A vurulsun B bərabərdir 3/1-ə. Daha sonra, bəs 3/5 nədən alınıb? Sətr boyunca ən sola gəlirəm, sütun boyunca ən yuxarı qalxıram. Deməli, B vurulsun C və ya C vurulsun B-də bərabərdir 3/5-ə. Mən isə burada belə bir məlumatım var ki, A plus C 2-dir və B-ni tapmalıyam. Burada nə edəcəm? A plus C-nin qiyməti verilibsə, əlavə mənə, burada da B-ni ixtisar etməliyəm ki, əlimdə aynə C qalsın, bir tənlik yaradım, qiymətlərimi tapa bilim. Bunun üçün nə edəcəm? Tərəf-tərəfə bunları böləcəm. Tərəf-tərəfə bölsəm B-lər ixtisar gedər. Nə qalar? A bölünsün C bərabərdir. Baxın, 3/1-i 3/5-ə bölmək tərsinə 5/3-ə vurmaq deməkdir. Bunu bayaq da dedik. 3-lər ixtisar etsə burada qalır 5/1. Deməli A bölünsün C bərabərdir 5/1-dirsə, buradan C bərabər olacaq 5A-ya. İndi mən gətirib burada C-nin qiymətini yerinə yazıram. A plus C-nin qiyməti 5A-dır. 5A bərabər 2-dirsə, yəni 6A bərabər 2-dirsə, buradan A-nın qiyməti nə olacaq uşaqlar? A-nın qiyməti bərabər olacaq 3/1-ə. İndi A 3/1-dirsə B-ni tapmalıyam. Diqqətlə baxın, bizim ən birinci yazdığımız bir ifadə var idi burada. Bunları silirəm. Biz burada yazmışdıq ki, A vurulsun B bərabərdir 3/1. Elə A-nın qiyməti 3/1-dirsə yerinə yazsam, 3/1-i B-yə vurub 3/1 alıramsa, elə B-nin qiyməti nə olacaq buradan? 1 olacaq ki, vurub özünü almışam. Deməli, doğru cavabım 6-cı sualda B variantı oldu. Keçirəm 7-yə. Yenə cədvəllər mövzusundan bağlı bir sual tipi verilib. Verilən məlumatları götürüb bir kənardan yazıram. C vurulsun B bərabərdir 18 və A vurulsun D də neçədir uşaqlar? 20-dir. A vurulsun D bərabərdir 20-yə. Və burada baxıram ki, mənə belə bir ifadə verilib. Axı, durduq yerə mənə belə bir ifadə verməz. Deməli, belə bir ifadə veribsə, mən bundan istifadə etməliyim. Bundan istifadə etmək üçün nə edəcəm? Bunu ilk nömrədə sadələşdirəcəm, görün, bu nə deməkdir? Bəlkə burada mən nəsə görürəm. Sadələşdirmək üçün mötərizəni vurub açıram. Baxın, yuxarıdan yazıram elə bu ifadəni. A plus B vurulsun C plus D bərabərdir 78-ə. İndi vurub atsam, A-nı vursam C-yə AC, sonra A-nı vursam D-yə plus AD, növbəti B-ni vuracam C-yə plus BC və sonunda B-ni vuracam D-yə plus BD bərabərdir 78. Baxın, mən CB ifadəsinin və ya BC ifadəsinin fərqi yoxdur, eyni şeydir. Vuruqların yerindəşəndə hasil dəyişmir. 18-ə bərabər olduğunu bildim. Deməli, bunu silirəm, burada yerinə yazıram 18. Eyni zamanda AD-nin də 20 olduğunu bilirəm. AD-ni də silirəm, yerinə yazıram 20. Nə alınır buradan? AC plus BD bərabərdir 20-nin 18 38. Sağ tərəf atsam 78-dən 38 çıxanda nə alınacaq? 40 alınacaq. Deməli, AC BD hasili 40-a bərabərdir. Elə məhz məndən də nə istəyirdi? AC BD hasilini tapmamı istəyirdi. Deməli, cavabımız 40, A variantı doğru cavab olmuş olacaq. Növbəti 8-ci sual yenə tapmaca xarakterlidir. Fiqur ədəd əlaqələrlə bağlı bir sual tipidir. Dedik ki, adətən mərkəzdə olan ədədlər, böyük ədədlər, fərqli fiqurun içində verilən ədədlər bizim nəticəmiz olur. Deməli, baxan kimi hiss edirik ki, artıq 98 bizim nəticəmizdir. 5 və 3-dən 98 almışam. Kiçik ədədlərdən böyük ədəd alanda biz burada vurma prosesi tətbiq edirdik. Bilirdik ki, sürətli çatmalıyıq nəticəyə. Amma aradakı fərq çox böyükdür. 5 və 3-dən 98-ə getmək üçün mən məcburəm qüvvət anlayışından istifadə edəm. Sadəcə bir-birinə vurmaqla olmaz. Bu halda bunu necə yazacağam? 5-in kubu və 3-ün kubuna baxacağam birinci. Çünki kvadratlar da kiçikdir əslində. Yəni kvadratlarından da gelib çıxa bilmərəm ora. Əgər kublarından baxsam, 5-in kubu 125, 3-ün kubu 27. Həqiqətən mən 125-dən də 27-nin çıxanda 98 alıram. Ödədi. İkinci şəkildə yoxlayıram. 4-ün kubundan 2-nin kubunu çıxacam. 4-ün kubu 64, 2-nin kubu 8. Həqiqətən 56-nı verir.
Deməli, düşündüyüm qayda-qanunluq doğrudur. İndi sualı tapmaq üçün mən 3-ün kubundan nəyə çıxmalıyam? 1-in kubunu çıxmalıyam. 3-ün kubu 27, 1-in kubu elə 1. 27-dən 1 çıxanda 26 alınacaq. Deməli, bu sualda doğru cavab eləməz. Y variantı olur. Növbəti 9-cu sual. Yenə fiqur ədəd əlaqələrlə bağlı bir sual tipidir. Burada konkret nəticəni fərqləndirmək o qədər də rahat deyildi. Çünki bütün fiqurlar eyni fiqurlardır. Sadəcə burada deyərdiniz ki, böyük ədədlər verilib, amma digərlərində də kiçik ədəd verilib. Elə də böyük ədəd verilməyib. Yəni nəticə olaraq baxa bilməzdik 16-ya 27-yə. Bəs qayda qanunluq nə idi? Sadəcə ədədlər bir-birinə yaxın və tanış ədədlər idi deyə tutmaq olurdu. Baxın. Mən vursam 16-nı 4-ə. Əslində nəticə olaraq bu hissəyə baxıb nisbətən, mərkəz hissəyə nisbətən 16-nı vursam 4-ə alaram 64. 64 nədir? 8-in kvadratıdır. Yəni buradakı ədədin kvadratıdır. Yenə baxın. 27-ni vursam 3-ə 81. 81 9-un kvadratıdır. İndi baxın sual işarəsi olan yerdə 4-ü sual işarəsindən x-ə vuranda 6-nın kvadratı alınır. Çünki burada 6 yazılıb. 6-nın kvadratı 36 olduğu üçün gərək burada 9 ola ki, mən 4-ü 9-a vurum 36 alım. Eynən baxın sonuncu şəkilə. 8-i 2-yə vuracam 16. Buradakı mərkəzdəki 4-ün kvadratı o da 16. Deməli, doğru cavabımız elə 9. Y variantı olmuş olacaq. 10-cu suala baxırıq. Şəkil ardıcıqlarla bağlı bir sual tipidir. Bizdə şərtdə yazıb ki, sıradakı qanuna uyğunluğu pozan fiquru müəyyən edin. Diqqətlə baxsaq. Sanki gül ləçəkləri verilib 6 bucaqlı bir fiqurun içində və onun da içində qara nöqtələr var. Bu olsun A qara nöqtəsi. Qırmızı ilə yazacağım bunu rahat görəsiz deyə. Bu olsun A, bu da olsun B. İndi növbəti şəkildə bunlar saat təqribin əksi istiqamətində hərəsi 2 addım hərəkət edəcək. A gələcək bura, 2 addım atacaq sola doğru və ya saatın əksinə. B də 2 addım atıb gələcək bura. Baxın, həqiqətən oradadılar. A burada, B burada. Yenə hərəsi 2 addım saatın əksinə atsa A gələr bura, B də gələr bura. Baxın, bu nüansı da olarlar. Həqiqətən baxın, buradadılar. Deməli, bu məndə B-dir, bu da məndə A-dır. İndi saatın əksinə yenə hərəsi 2 addım atsa A gəlməlidir bura, B də gəlməlidir bura. Yəni burada olmalıdırlar. Və həqiqətən oradadılar. Bir problem yoxdur. Yenə saatın əksinə 2 addım atsalar A bura gəlməlidir, B bura gəlməlidir. Yəni baxın, bu nüansda olmalıdır ikisi də. Amma gəlib baxıram ki, həmin yerdə verilməyiblər. Tamamilə başqa yerdə veriliblər. Deməli, 5-ci şəklim, yəni sonuncu şəklim qanuna uyğunluğu pozan şəkildir. Cavab olacaq Y variantı. 11-ci sualda yazıb ki, şəkildə neçə üçbucaq var? Müəyyən izahlarda biz üçbucaqların sayılması ilə bağlı danışmışıq. Düstur deməyim, qaydalar demişəm təbii ki. Burada amma xüsusi bir qaydamız ki tam yox idi deyə biz bu fiquru parçalayıb saymağa çalışacağıq. Onu da deyim ki, belə bir sual qarşınıza çıxarsa adətən, həmişə deyə bilmərəm, amma adətən ən böyük cavab bizim doğru cavabımız olur. Yəni baxın 22 yazılıb. Gəlin belə başdan işarələyək, amma tövsiyə etmirəm dediyim kimi. Bunu mütləq özünüz tapmalısınız, işarələməyək. Belə şeylər daha deməyəcəm sizə. Gəlin belə eləyək. Bir-bir saymağa çalışaq. Məsələn, bu hissədə olan fiqurda neçə üçbucaq var? Birinci bunu tapıram. Baxın, fiquru parçalayıram. Bir dənə bu. Sonra bir dənə bu. Daha sonra bir dənə də aşağıda bir böyük üçbucağımız var. Baxın, bir dənə də bu. Üçün də ayrı-ayrı rənglərlə işarələdim. İndi baxın. İndi sayacağım. Məsələn, qırmızı rəngdə olan hissəni sayıram. 1 üçbucaq, 2, 3, 4. 4 dənə kiçik üçbucaq, bir də bütöv böyük üçbucağın özü. Deməli, ixtiyari bir dənə rənglədiyim hissədə, fərqləndiyim hissədə neçə dənə üçbucaq var? 5 dənə. Deməli, 5-i burada, 5-i burada, 5-i də burada. 3 isə 5, 15. 15 dənə üçbucaq oldu. Bu 7. Sonra, baxın, bir dənə burada A üçbucağı var. Rəngləyəcəm, daha aydın görəsiniz. Məsələn, baxın bu. Burada belə bir A üçbucağımız var. Burada bir dənə üçbucağımız var. B olsun. Burada da bir dənə üçbucağımız var. Bu da olsun C. Plus 3. Daha sonra, başqa yeni üçbucağımız varmı? Əlbəttə ki, var. Hansıdır? İndi bu hissəni silirəm, daha fərqli, rahat görəsiniz deyə yenidən göstərəcəm. Baxın, növbəti üçbucaqlarımızdan biri də budur. Böyük bir üçbucağımız var burada. Bunu heç gözdən qaçırmışdıq, heç görmürdük. Plus 1. Oldu hələ ki 19. Amma yenə də var. Bəs geri qalanlar hansılardır? Diqqətlə baxsaq, biz bu üçbucağı tək-tək nəzərə aldıq, bəli. Tək-tək oradakı üçbucaqları saymışdıq. Amma bütöv şəkildə biz bu üçbucağa baxmamışdıq. Baxın, buradakı üçbucağa. Biri bu. Daha sonra, baxın, bütöv şəkildə baxmadığımız üçbucaqlardan biri bu.
Və bir dənəsi də qalıb. Baxın, digər həmin şəkildə baxmadığım üstbucaqlardan biri də. İndi burada rənglər üstə düşür deyə sizi çaşdıra bilər. Baxın, bir də budur. Diqqətlə baxsanız görəcəksiniz. Biri də buradadır. 3 dənə də burada bütöv üstbucağımız var. Bu biraz gözdən qaça bilərdi. Elə qırmızı ilə, yaşılla, göylə göstərdiklərimə diqqətlə baxsaz, o üstbucaqları tək-tək saymışdıq. İçərisində olan üstbucaqlar, amma bütöv şəkildə hələ ki saymamışdıq. Deməli, plus 3-də bu. Neçə oldu? 19 plus 3 22 oldu. Həqiqətən cavabımız elə Y variantı 22 doğru imiş. Amma dediyim kimi, yəni olmaya bilər birbaşa böyük cavab doğru cavabımız. Ona görə siz çalışmalısınız ki, hamısını saymağa bacarasınız. Biraz müstəvi təsəvvür mövzusuna yaxın bir sual tipidir. Yəni burada artıq biraz təsəvvür qabiliyyətimiz rol oynayacaq. 12 nömrəli sualımız şifrə sualdır. Biz bilirdik ki, belə şifrələrə biz sütun baxırıq. Birinci sütuna baxanda görürəm ki, 2, 9, 1, 9, 6, 2 dənə 9 rəqəmi var. Şifrə hissəsinə baxanda görürəm ki, birinci sütuna, baxın, burada 1-ə baxmışamsa, burada da birinci sütuna baxmalıyım mütləq. 2 dənə eyni hərf hansıdır? Y-dir. Deməli, Y-nin şifrəsi olacaq 9. Y-ni yerinə 9 yazıram, harda görsəm. Harda görsəm E hərfin yerinə 9'u yazdım. Baxın, burada görürəm ki, sonu 9-dan bitən belə bir şifrəm var. Sonu 9-dan bitən şifrə hansıdır? Birinci sətirdə verib. Görürsünüz bunu? 27659. Deməli, sonuncu sətrin şifrəsi birinci sətirdə verilib. Yazıram yerinə 2, 7, 6, 5, 9. Tapdığım şifrələri yerinə qeyd edirəm. Mən S-i tapdım 2. Sonra K-nı 5 tapmışam. B-ni 7 tapmışam. M-dən A qalıb hələ ki. Baxaq görə cavab çıxırsa seçək. Cavab çıxmayıbsa artıq digərlərini tapmağa çalışacaq. D variantı yanlışdır. Çünki ikinci yerdə baxın bizdə hansı rəqəm yazılıb? 2 yazılıb. Burada 2 birinci yerdə yazılıb. Yanlışdır. İkinci yerdə C variantında 2 yazılmayıb. Yanlışdır. İkinci yerdə B variantında 2 yazılmayıb. Yanlışdır. Deməli qaldı A ilə Y. Bizdə yenə Y variantı yanlışdır. Nəyə görə yanlışdır? Baxın. Sonu neyindən bitir? 57 ilə bitir. Amma bunun sonu 47 ilə bitir. Amma bizdə A variantı həqiqətən 57 ilə bitir. Sonu deməli bir dənə variantımız qaldı əlimizdə. O da hansıdır? A variantıdır. Doğru cavabımız eləməzsə A variantı olmuş olacaq. Şifrə sualları hər zaman nisbətən az vaxt aparır. Sadəcə bu qəbulda olan şifrələrdən biri çox sadə idi. Biri biraz vaxt aparırdı. Eynən həmin şifrənin fərqli bir formasında eyni sualın sadəcə hərfləri və ya sözləri dəyişdirilmiş bir versiyasında sonuncu kursumuzda təşkil olan sınaqda salmışdım. İzahını da artıq All Star qrupunda paylaşmışam. Deməli, 13 nömrəli sualımız yenə bir şifrə sualdır. Yenə eyni qayda ilə baxmağa çalışacağıq. İndi biz diqqətlə baxmış olsaydıq, görərdik ki, birinci sütunda hər fiqurdan sadəcə bir dəfə istifadə olunub. İkinci sütunda hər fiqurdan sadəcə bir dəfə istifadə olunub. Amma sonuncu sütuna baxanda görürəm ki, 2 dənə qara ulduz var. 2 dənə ağ ulduz var. Ulduz deyirəm, üçbucaq var. Sadəcə bir dənə ağ dairə var. Deməli, biri tək qaldı. Burada sonuncu sütuna baxdığım kimi, şifrə hissəsində də sonuncu sütuna baxıram. Və görürəm ki, 2 dənə 4 var. 2 dənə 2 var. Bir dənə 7 qaldı tək. Deməli, saya səsən mən artıq bilirəm ki, ağ dairənin şifrəsi 7-dir. Harada ağ dairə görsəm, yerinə 7 yazıram. Baxın, mərkəzdə 7 olan şifrəm bir dənə olacaq. Çünki birinin cəmi mərkəzinə 7 yazmışam. O da hansıdır? 374-dür. Deməli, bu zaman 374 bunun şifrəsidir. Elə məhz məndən də nə istəyirdi uşaqlar? Məndən də məhz həmin şifrəni tapmamı istəyirdi. Həmin fiqurların şifrəsini tapmamı istəyirdi. Deməli, bu sonunda doğru cavab ilə məhz A variantı olmuş olacaq. Keçirik 14 nömrəli sualımıza. Fəzə fiqurlarla bağlı bir sual tipidir. Biraz fərqli formadadır. Biz bilirdik ki, bu tip suallarda nə edirik? Baxın, burada verilmiş bu oturacaqdır fiqur. Əslində bu oturacaqdır. Bunu açıram. Açıb buradakı rəqəmləri paylayacağım yan tərəflərə. Necə? 6 onsuz da bu küncdədir. 1 düşəcək bura. 1 oldu burada. 2 düşəcək bura. Buradan gəldi bura. Növbəti. 5 onsuz da bu nöqtədədir. 4 düşəcək bura. Növbəti. 3 düşəcək bura. Və yenə 2 də sanki düşəcək bura. Nəyə görə? Hər zaman bunun ən solu ilə ən sağı eyni rəqəm olmalıdır. Çünki mən bu fiquru yığdıqda bu şəkildə, biz bu fiquru bu şəkildə yığdıqda bunlar gəlir bir nöqtədə bir-birinə birləşmiş olacaqlar. Yəni əslində onlar eyni nöqtədir. Bir-birinə birləşən üçbucaqlardır. Məsələn, diqqətlə baxın. Bu 1 görürsüz, 2 dənə üçbucağın ortağındadır. Eyni zamanda 2 də bu üçbucağın bu küncü ilə bu üçbucağın bu küncünün ikisinin ortasındadır sanki. Ona görə hər zaman sol və sağ eyni olmalıdır birbaşa. Bu getdi. İndi mən nə etməliyəm? X və Y tapmalıyam. Baxın, X hardadır?
K ilə R-in arasındadır. K hərfi burada, R hərfi burada. Mən bilirəm axı. Bunu buradan kəsə bilərəm. Bunu buradan kəsə bilərəm. Olduğu kimi buraya yapışdıra bilərəm. Bunu əsasən kub suallarında dedirdi. Amma istəyəndə fəzə fiquruna bunu etmək olar. Bunu kəsdim, buraya yapışdırdım. Olduğu kimi amma heç nə dəyişdirmədən. Buraya yazdım R. Baxın, R-in sağ küncündə 2 yazılıb, yenə R-in sağ küncündə 2 yazılıb. Heç bir problem yoxdur. İndi baxın, R-in sol küncündə 3 var, yenə 3 yaza bilərik, bir problem yoxdur. Sanki buradan silmişəm. Yenə baxın, ən sağla ən sol eyni olmuş olar, belə etmiş olsam. Artıq buna çox dərin baxmıram. İndi R ilə K-nın ortasında olan rəqəm hansıdır uşaqlar? 2-dir. Deməli, X-in qiyməti 2-dir. Və Y hardadır? K-dan sağa doğru gedirəm. R, K, sonra sağa doğru gedirəm. Yəni deyil, saatin əksinə gedirəm sanki. Və ya 2-dən saatin əksinə doğru gedirəm. 2-dən sağa doğru getsəm. Baxın, sanki 2-dən sonra burada bir rəqəm var. Burada da bir rəqəm var. 2-dən sonraki ikinci rəqəm hansıdır? 2-dən sonraki birinci rəqəm, 2-dən sonraki ikinci rəqəm 6-dır. Deməli, artıq mən bilirəm ki, burada Y-in yerində hansı rəqəm olacaq? 6 olacaq. Bu da 1 olacaq. 2, 1, 6, bu 5 olacaq. Bu 4 olacaq, bu da 3 olacaq. Belə bir ardıcılıq qurmuş olacaq. Y-in qiyməti 2-dir, X-in qiyməti 2-dir, Y-in qiyməti 6-dır. 2 və 6 da bizdə harda verilib? Y variantında verilib. Deməli, doğru cavabımız olur Y. 15 nömrəli sual yenə fəza fiqurudur, kub sualıdır. Bilirik ki, qarşı üzlər kubun yığılış formasında eyni anda görsənə bilməzlər. Bu halda mən qarşı üzləri tapmağa çalışıram. Hansılardır? Bir-birinə toxunmayan və arasında bir üz qalan 2 dənə üzə biz qarşı üz deyəcəyik. 1-dən 3 qarşı üzlərdir. Eyni anda görsənə bilməzlər. Baxın, B-də 1-dən 3 eyni anda görürəm. Deməli, B yanlışdır. Y-də 1-dən 3 eyni anda görürəm. Deməli, Y yanlışdır. Növbəti, digər qarşı üzlərimiz. Baxın, 5-lə 4 qarşı üzdür və ya paralel üzdür. Sualda sizdə paralel də yaza bilər. Eyni şey. Çünki bir-birinə toxunmurlar. Və aralarında bir tərəf qalıb. Biri sanki üstüdür kubun, biri altıdır. Biri sollu, biri sağı, biri önüdür, biri arxası. Yəni siz onları eyni anda görə bilməzsiniz. Baxıram ki, C variantında da 5-dən 4 eyni anda verilib. Deməli, yanlışdır. Bunu da sildim. Ən sonuncu növbəti cüt qarşı üzümüz 6 ilə 2-dir. 3 cüt qarşı yüz olmalıdır. 6 ilə 2 də qarşı yüz olduğu üçün onlar da eyni anda görsənməməlidir. Amma mən baxıram ki, A variantında 6 ilə 2 eyni anda görsənib. Deməli, A variantı da yanlışdır. Doğru cavab nə oldu məhz? D variantı olmuş oldu. Təbii ki, imtahanda 100% sadəcə qarşı yüzlərlə həll olunan bir sual olacaq, olmayacaq. Bunu demək olmaz. Amma siz mütləq birinci buna baxın. Çünki bir neçə variantı ən azından silmək oldu. Növbəti 16-cı sual yenə fəza fiqurudur. Görək qarşı yüzlərlə cavab çıxarda biləcəkmi? Qarşı yüzlərimiz hansılardır? 2 ilə 3'dür. Bir kənardan yazıram. 2 ilə 3 qarşı yüzdür. Növbəti 4 ilə 6 qarşı yüzdür. Və sonuncu 1 ilə 5 qarşı yüzdür. Onlar eyni anda görsənə bilməzlər. 2 ilə 3 eyni anda görsənən variant varsa siləcəm, yoxdur. 4 ilə 6 eyni anda görsənən variant varsa siləcəm, yoxdur. 1 ilə 5 eyni anda görsənən variantları siləcəm. Bir dənə B-də görsənib. Baxın, məsələn, burada silə bilmiş. Bəs yaxşı, silə bilmirəmsə mən nə edəcəm? Variantda verilən vəziyyətləri yoxlayacağım. Bilirəm ki, bağlantılar qopmamalıdır. İndi diqqətli olmuş olsaq, birinci variantını yoxlayıram. Mən baxın, bu istiqamətdə, ox istiqamətində baxanda 5-in üstü 3 görəndə sağında nə görürəm? 4 görürəm. Mən bu 5-i buradan kəsib yapışdıra bilərəm bura. Baxın, heç nəyi dəyişdirmədən, necə ki, bayaq fəzə fiqurların birində kəsib yapışdırmışdım, burada da eyni qaydada. 5-i buradan birə-bir olduğu kimi kəsib yapışdırıram bura. Baxın, olduğu kimi də çəkirəm bura. İndi 5-in üstü 3'ü görmək üçün bu 3'ü də aşırdacam, gətirəcəm bura. Sanki diagonal fiqurda zigzagvari hərəkət edəcək olacaq bu vəziyyətdə. Deməli, 5-in üstündə 3 olanda sağında 4 var. Bu hələ ki doğrudur, hər hansı bir problem yoxdur. Və görürsünüz 3 hara birləşib? 5-in sol yuxarı küncünə. Burada da 3 gəlib 5-in sol yuxarı küncünə birləşdi. Eyni zamanda buradan baxsam 3 4-ün sağ yuxarı küncünə birləşib və buradan da 3 4-ün sağ yuxarı küncünə birləşdi. Birə-bir solu sağa doğrudur, bağlantılar doğrudur deyə A variantını götürmüş olacaq. Məsələn, bir dənə də yanlış variantı siləcəm uşaqlar. 4-ün üstündə 3 bizdə nə isə doğru olmayan kubu müəyyən edin deyir uşaqlar. Burada artıq A doğrudursa A-nı götürməyəcək. Doğru fərqli cavabımız nə olacaq? Yəni götürməli olduğumuz cavabımız B variantı olacaq. Biz B-ni sildik çünki B yanlış idi. Şərtə baxın. Şərtdə yazıb ki, doğru olmayan kubu müəyyən edin. Deməli, A variantı doğrudursa A-nı sildim. B variantı yanlışdır. Elə nəyə görə? Qarşı üzləri verib B variantını götürdüm. Baxın, məsələn, C variantı da doğru idi əslində. Görürsünüz,
4-ün üstü 3 var, sağında 1 var. Həqiqətən 4-ün üstü 3, sağında 1-i mən burada görə bilirəm bu vəziyyətdə. 3 də gəlib hər ikisinin ortaq nöqtəsinə birləşib burada. Həqiqətən gəlib ora birləşib. Deməli C də doğru imiş. D-yə baxsaq D də doğrudur. 2-nin üstü 4, sağında 1. Baxın buradakı bağlantımızdır. 2-nin üstü 4 görəndə sağında 1 görürəm. Həqiqətən 2-nin üstündə 4 görəndə sağ tərəfdə burada 1 görürəm. Birə-bir doğrudur. 4-ün üstü 2 görəndə sağında 5 görürəm. Bunu da göstərəcəm. Bunu biraz təsəvvür etmək ola bilsin sizin üçün çətin olub. Bu 5-i buradan kəsirəm yenə bayaqki kimi. 5-i yazıram bura. İndi baxın uşaqlar, 4-ün üstü 2 deyirsə, mən məcburam buradan baxmamalıyam. Buradan baxsam, 2-nin üstü 4-ü görürəm. Mən məcburam gələk yuxarıdan durub baxam və ya vərəqi çevirəm tərsinə. İndi mən burada planşet tərsinə çevirə bilməyəcəm, amma siz imtahanda vərəqi rahatlıqla tərsinə çevirib baxa biləcəksiniz. 4-ün üstü 2 görəndə, yadda saxlayıram ki, tərsinə baxanda hər şey əksinə dəyişmiş olur. Yəni normalda solda duran 5-i mən tərsinə baxanda sağda görəcəm. Sağda duran 1-i tərsinə baxanda solda görəcəm. Deməli, həqiqətən 4-ün üstü 2 olanda sağında 5 var. Birə-bir doğrudur. Y variantı da bunu da silirəm. Deməli, 16-cı sualda doğru olmayan kubumuz məhz B variantda verilən kub oldu. Keçirəm 17 nömrəli suala. Qatlanmış kağızın açılması ilə bağlı bir sual tipidir. Deməli, birinci kağız budur. Üzərində müvafiq istiqamətlərdə qatlara paralıb, ikinci kağız budur, üçüncü kağız budur. Və mənə deyir ki, hansı variantlar hansı şəkillərə uyğun gələr? Yəni, hansı kəsişlər harda olsa uyğun gələrdi bunlara? Məsələn, mən birinci şəklin qatlarını elə A variantında yoxlayıram. Baxın, qatlarımdan biri budur. Diagonal formada qat var. Həmin qatlar boyunca nə olmalıdır? Güzgü əksi olmalıdır. Bu qat boyunca baxsam, burada güzgü əksi var. Baxın, güzgünün burada yaxınlığında kvadrat var, burada yaxınlığında kvadrat var. Burada yaxınlığında kvadrat var, burada da var. 2 dənə dairə burada, 2 dənə dairə burada nisbətən güzgüdən uzaqda. Simmetrikdə heç bir problem yoxdur. Bu qat boyunca var. Növbəti qatlarından biri də baxın budur. Nisbətən sol yuxarı küncdə. Bir dənə də qatım buradadır. Bunu da çəkəndə yenə də görürəm ki, mənim burada nəyim var uşaqlar? Simmetriyam var. Bir problem yoxdur. Tam simmetrikdir. Baxın, yaxında dairələr, biraz uzaqda da nə verilib? Mənə kvadratlar verilib. Bir problem yoxdur. Deməli, birinci A variantı, elə birinci şəklin formasına uyğun gəldiyi üçün 1-ə uyğun gələcək A. Bunu yazdım. Sonra B-yə baxsam görərdim ki, B variantı yanlışdır. Nəyə görə? Mən bu qatımı çəksəydim, yəni birinci şəkildə həmin qatı çəksəydim, burada sanki güzgünün qabağında dairə var, burada kvadrat var. Necə ola bilər ki, mən güzgüyə baxam, amma güzgüdə başqa adam görüm? Ola bilməz axı bu. Deməli, B 1-ə uyğun gəlmədi. Bəs B hansına uyğun gələcək? İkinci şəklə baxıram. Baxın, mənim belə şaquli bir qatım var. Bunu çəkirəm buradan. Bu qat boyunca simmetriyam var. Baxın, dairə, yəni güzgü əksidir, kvadratlar. Kvadratlarla yenə bu dairə ilə. Birbaşa hamısı üst-üstə düşür. Məsafələr eyni, formalar eyni. Qatlarımdan biri də budur. Hardadır uşaqlar? Sol tərəfdə. Çünki sağdan sola qatlamışam, aşağıdan yuxarı. Sağdan sola, aşağıdan yuxarı qatlayıramsa, gəlib düşür bura. Oxlar buranı göstərir. Həqiqətən həmin qat boyunca da güzgü əksi var. Baxın, güzgünün tam yaxınlığında burada kvadrat var, burada da kvadrat var. Güzgüdən uzaqda burada dairə var, burada da güzgüdən uzaqda dairə var. Tam simmetrikdir. Bir problem yoxdur. Deməli, B də uyğun gəlir ikinciyə. Keçirəm C variantına. C variantındakı şəkil ikinci şəklə uyğun gəlmir. Çünki baxın, mən bu şaquli xətti bura çəksəydim, necə ola bilər ki, güzgünün sağ tərəfində kvadrat var, sol tərəfində yoxdur. Sanki siz güzgüyə baxıb özünüzü görmürsünüz. Bu ola bilməz. Mənim qatlarını birinci şəklə baxsaq, birinci şəkildə belə bir qatım vardı. Amma bəli, bunu çəksəm görürəm ki, hələ ki burada simmetriya var. Amma burada ikinci bir qat da var idi axı. İkinci bir qat da buradaydı. Bu qatımı çəkəndə görürəm artıq simmetriya pozulub. Nəyə görə? Düz burada güzgünün bitişiyində bir ağ dairə var idi. Amma bu sağ tərəfdə yoxdur. Eyni zamanda bu ortadakı kiçik güzgüdən uzaqda bir kvadrat var idi. Bu kvadrat burada verilməyib axı onun əks tərəfində, yəni güzgü olan hissəsində. Deməli, 1-ə də uyğun gəlmirsə, bu mütləq üçüncü şəkil olacaq. Gəlib yoxlayıram. Baxın, biri budur. Bunu çəkdim. Tam simmetrikdir, bayaq baxmışdıq onsuz da. Bir də aşağıda belə bir qatımız var. Bir də baxın, burada belə bir qatım var. Birinci bu qat boyunca baxsam, yuxarıdakı dairə simmetrik olaraq bura keçib, doğrudur. Və bu qat boyunca soldakı figurlar sağa keçib, tam doğrudur. Deməli, C də uyğun gəldi, hələ ki 3-ə. 1-ə A, 2-yə B, 3-ə C uyğun gəldi. Variantlara baxıram. D ilə yenə hələ ki yoxlamadan, ola bilsin cavab çıxıbsa, onları artıq sinif ixtiyarınıza buraxacam. 1A olmalıdır, A variantını silirəm, deyil.
Daha sonra 2B olmalıdır. C-də 2-yə B yazılmayıb. Heç biri A yazılmayıb. Silirəm. D-də 1A-yə 2C yazılıb. Amma 2-də B olmalıdır. Silirəm. Y-də 1-ə A-yə 2-yə B 3-ə C-də yazılıb. Saxlayıram. B-də 1-ə A-da 2-yə B-si 3-ə Y yazılıb. Amma baxın, məndə C hardaydı uşaqlar? C 3-də idi. Burada 2-yə verilib. Yanlışdır. B-ni də silirəm. Doğru cavab olur Y. Artıq burada 3D və Y variantları hansı şəkillərə, hansı simmetriyalara uyğun gəlirsə, onu da özünüz təyin edəcəksiniz. Variantlar çıxırdı deyə mən artıq davamını getməyəcəm. İmtahanlarda siz çalışın, variantlarla işləyəsiniz ki, çox vaxtınız yetməsin. 18-ci sualımız yenə qatlanmış kağızın açılmasıdır. Baxın, qatlarından biri budur. Kağız sol yuxarıdan aşağı qatlanıb. Biri budur. Sağ yuxarıdan aşağı qatlanıb. Biri budur. Sol aşağıdan yuxarıya, bir də budur. Sağ aşağıdan yuxarıya qatlanıb. Bütün oxlar fiqurun mərkəzini göstərir. Deməli, bu mərkəzdədir burada verilən kəsik. Gəl belə simmetriyaları yoxlamağa çalışsam, mən görürəm ki, bəzi variantlar ilə gözə çarpır, baxan kimi gözə çarpırdı ki, yanlışdır. Bunlarda biri A'dır. Bu qat boyunca baxanda. İndi uşaqlar. Simmetriya pozulub. Nəyə görə simmetriya pozulub? Sanki siz burada güzgünün qabağında durmusunuz, özünüzü burada görməlisiniz axı. Amma görmürsünüz. Və ya belə yadda saxlayın ki, xüsusən diagonal formada da belədir. İxtiyari güzgüdə, heç diagonal demək, ixtiyari güzgüdə. Güzgünün sol tərəfində və ya sağ tərəfində olan fiqurun hər hansı bir nöqtəsi güzgünün harasına baxırsa, güzgünün digər tərəfində olan fiqurun da həmin nöqtəsi həmin yerə baxmalıdır. Yəni necə olmalıdır? Baxın, doğru cavablardan birini, yəni doğru görsənən cavablardan birini göstərəcəm. Bunu görürsünüz uşaqlar. Bu hələ ki doğrudur. Bunu baxın. Oxun bu nöqtəsi güzgünün arasına baxır, tam burasına baxır. Digər oxun da həmin nöqtəsi oxun güzgünün həmin hissəsinə baxır. Amma məsələn mən burada baxırdım ki, biraz bunu dəqiq səliqəli çəkim. Burada baxın, oxun bu hissəsi güzgünün yuxarı hissəsindədir. Amma burada oxun həmin hissəsi güzgünün aşağı hissəsindədir. Yəni eyni nöqtələrə baxmırlar. Deməli, A variantı simmetrik deyil. B variantı simmetrik deyil. Məsələn, oxun bu ucu nöqtəsi güzgünün burasına baxır, amma oxun buradakı ucu nöqtəsi həmin güzgüyə baxmır belə. Simmetriya pozulub, B-ni sildim. D variantı da yanlışdır. D variantı baxın A variantı ilə birə-bir eynidir. Burada simmetriya yoxdur. Bunu bilirdim. D-ni də sildim. Qaldı əlimdə C və Y variantları. Mərkəzdə dairə var, amma Y-də dairə yoxdur. C-də var, Y-də yoxdur. Əsas şəkilə baxın, mənim mərkəzdə belə bir dairəvi kəsiyim var idi. Bu kəsik necə yoxa çıxsın uşaqlar? Bu kəsik var axı. O zaman Y-ni də siləndə doğru cavab kimi məhz C variantı qalmış olacaq. 18-ci sualda tapdıq. Keçirik 19-cu suala. Mətnin məntiqi təhlilidir. Yazıb ki, mətni oxuyun və sualı cavablandırın. Deməli, bir kənardan qurmağa çalışacağam. Həsən, Əli, Nadir və Mahir yarışlarda ilk 4 yer tutdular. Yarış suallarında bilirdik ki, zəif yer tutanı aşağıdan, yaxşı yer tutanı yuxarıdan yazıram. Birinci yer yuxarıdan, ikinci yer burada, üçüncü yer burada, dördüncü yer də burada. Bu qayda yazdıq. İndi yazıb ki, Həsən nə birinci yer tutub, nə üçüncü yeri. Həsəni buradan yazıram. Üstdən xətt çəkirəm. Nə birinci yer deyil, nə üçüncü yer deyil. Qaralama metodu olur bu da. Əli ikinci yer tutubsa, əlini yazıram ikinci yerə. Nadirin tutduğu yer Mahirinkindən yüksəkdir. Nadir Mahirdən yüksək bir yer tutub. İndi mən Həsəni yerləşdirə bilərəm. Baxın, Həsən 1-də 3-də deyil, artıq 2-də də ola bilməz. Çünki 2-də Əli var. Həsən məcburən hara qalır? 4-cü yerə. Və mən bilirəm ki, Nadirin tutduğu yer Mahirinkindən yüksəkdirsə, Nadir yuxarıda, Mahir aşağıdadır. O zaman məcburən Nadiri 1-ə yazmalıyam, Mahir 3-ə yazmalıyam ki, Nadir Mahirdən yüksək olsun. Bitdi. İndi Həsən tutub neçənci yeri uşaqlar? 4-cü yeri. Həsənə uyğun gəlir D variantı. Nadir tutub 1-ci yeri. Uyğun gəlir A variantı. Mahir tutub 3-cü yeri. Uyğun gəlir C variantı. 1D, 2A, 3C. 1D, 2A, 3C də yeganə hardadır uşaqlar? Y variantındadır. 20 nömrəli sual. Yenə mətnin məntiqi təhlilidir. Yazıb ki, mətni oxuyun və sual cavablandırın. Zooparkda 3 qəfəsdən lövhələr asılıb. Birinci qəfəsdə gorillanın, ikinci qəfəsdə oranqutanın, yaxud şimpanzenin, üçüncü qəfəsdə isə şimpanzenin olduğu yazılıb. Əgər bütün lövhələrdəki yazılar qəfəslərin içindəki heyvanların adlarını səhv göstərirsə, hansı qəfəsdə hansı meymunun olduğunu müəyyən edin. Mənim 3 dənə qəfəsim var. 1, 2 və 3. Birinci verilən məlumata görə birinci qəfəsdə gorilladır. Bunu yazdım. İkinci qəfəsdə oranqutandır və yaxud şimpanzedir. İkisindən biridir. Üçüncü qəfəsdə isə şimpanzenin olduğu deyilir. Və sonradan mənə verilən məlumat budur ki, bunun
Verilən məlumatların hamısı yanlışdır. O zaman deməli şimpanz 3-də yazıbsa 3-də olmayacaq. Şimpanz eyni zamanda 2-yə də yazılıb, 2-də də olmayacaq. Avtomatik şimpanzeni yazıram 1-ə. Növbəti, baxın, oranqutan 2-yə yazılıb, 2-də olmayacaq artıq. 1-də də ola bilməz, çünki 1-ə şimpanzeni yazmışam. Məcburən oranqutan düşür 3-ə. Bir dənə gorilla qaldı, onda hara yazacağam məcburən? 1-də olmayacaqdı, onsuz da 2-yə yazacağam. Deməli şimpanze 1-də, 1-də şimpanze, 2-də gorilla, baxın Y variantı, 2-də gorilla, 3-də oranqutan. Doğru cavabımız Y variantı olacaq. Asan mətnləri idi. Özüm çox uzun mətn salmamışam kələ ki, çox beyniniz qarışmasın. Yavaş-yavaş digər mövzuları təkmilləşdirəndən sonra mətnlərlə bağlı da ağır suallarımız olacaq. 21 nömrəli sual riyazi məsələdir. Biraz şərti özüm uzatmışam beyninizi qarışdırmaq üçün açığı. Yazılıb ki, kosmik tədqiqat zamanı 3 astronavt çox dəyərli qiymətli material kəşf etdirirlər. Birinci astronavt şərti ölçü vahidi N olan 3 N həcmində, ikinci astronavt 5 N həcmində həmin materialdan tapdılar. Sonda onun satışı nəticəsində 3 şəxsə bərabər miqdarda olmaqla 8 milyon manat ödəniş düşür. Üçüncü şəxs bu materialdan heç tapmadığına görə ona düşən məbləği digər şəxslər arasında paylamalıdır. Müvafiq olaraq hər birinə nə qədər pul düşəcək? Baxın, ümumilikdə nə qədər həmin maddədən və ya materialdan tapıblar? 3 N həcmində burada tapıblar, 5 N həcmində də bir digər tapıb. Ümumilikdə 8 N həcmində tapıblar. 8 N həcmində olan bu materialı neçə nəfər tapıb? Əslində 2 nəfər tapıb, amma onun məbləğini 3 nəfərə pay veriblər əvvəlcə. Yəni əvvəlcə düşünülüb ki, bunu 3 nəfər tapıbsa, mən bunu 3 yerə böləcəm. 8N bölünsün 3. Yəni bu bir nəfərin payıdır. N-i yazmasaq da olar. N şərti ölçü vahidi kimi sizi bir açışdırmaq üçün vermişdim. Bunu yazmasanız da eyni cavab alınacaq. Deməli 8 bölünsün 3 bunlardan birinə düşən materialın miqdarıdır. Bir nəfərə düşən. Və sonda onun satışı nəticəsində 3 şəxsə hər bərabər miqdarda olmaqla 8 milyon manat ödəniş düşür. Deməli, hər birdən 8 milyon manat düşürsə, bu halda 8 bölünsün 3 bir nəfərin sanki əldə etdiyidir. Bunun ölçüsüdür. Buraya yazıram ölçü. Buraya yazıram dəyər. 3-də 8 bunun ölçüsüdür. 8 milyon manat da onun dəyəridir. Yəni bir nəfərə düşən payın dəyəri 8 milyon manatdır. Yaxşı, 3-də 8 milyondursa, bəs bunun vahid həcmi neçə milyon manatdır? Mən 3-də 8-i neçəyə vursam 8 alaram. Uşaqlar 3-ə vursam. Eyni qayda 1-də 3-ə vursam nə alaram? 3 alaram. Deməli, onun ixtiyarı bir ölçü vahidi, şərti ölçü vahidi N dedik. Bir N hissəsi nəyə bərabərdir? 3 milyon manata. İndi 3 milyon manata bərabərdir. Və mən görürəm ki, bundan birinci astronavt 3 N həcmində tapmışdı, ikincisi 5 N. Biri 3-dürsə, bəs 3-ü nəyə bərabərdir? 9-a. Biri 3-dürsə, 5-i nəyə bərabərdir? 15-ə. Yəni, siz düşün ki, 1 kiloqramı 3 manat olan hər hansı nəyəsə almışsınız. 3 kiloqram nə qədər olacaq? 9 manat. 5 kiloqram nə qədər olacaq? 15 manat. Deməli, birinci astronavtın payına düşən nə qədər olmalıdır? 9 milyon manat olmalıdır. İkinciyə düşən 15 milyon manat olmalıdır. Bu ən birinci, üçüncü şəxsə verdiyim 8 milyon manat isə, baxın, burada hamısına bərabər 8 milyon manat vermişəm. 8 milyon manatı isə bu geri qaytarmaq istəyir. Çünki bu heçini tapmaya baxın. Və bu geri necə qaytaracaq? Bunların birincisinə 9 düşməlidir, ikincisinə 15 düşməliydi. Amma hər kəsə bərabər həcmdə 8 düşüb deyə, mən bu 8-i 9-a tamamlamaq üçün nə lazımdır mənə? 1 vahid lazımdır. Yəni 1 milyon manat lazımdır. Bura 1 yazsın. Digərinə isə 7 lazımdır. 8 7 gəlsin 15 olar. Buna da 7 milyon yazacağım. Deməli, birinci 1 milyon manat alacaq, həmin şəxsdən, ikinci isə 7 milyon manat alacaq ki, tapdığı ümumi materialın dəyərini geri almış olsun. Oxşar sualları yenə ötən sınaqda bir dəfə salmışdım. Burada sadəcə həmin sualın mətnini, şərtini dəyişdirmişəm sanki, biraz ağır olsun deyə. Deməli, hər birinə 1 milyon manat düşəcək, birinə 7 milyon manat düşəcək. Yəni 8 milyonun 1 milyonunu birinə verəcək, 7 milyonunu da digərinə vermiş olacaq ki, onlar tapdıqları materialların dəyərlərini həqiqətən əldə etmiş olsunlar. 22 nömrəli sual. Deməli, K plus M bölünsün R plus N'in qiymətini tapmalıyam. Baxın, M neçə dərəcədir uşaqlar? Buradan görürəm ki, 90 dərəcədir. Çünki bu işarə 90 dərəcənin işarəsidir. Bütövlükdə dairəm və ya çevrəm 360 dərəcədir. 120, 30, 150, 90, bu 240. 360-a tamamlamaq üçün N də gərək 120 dərəcə olsun. Siz burada gəlib bunu dərəcələrlə toplayıb bölsəz, cavab ala bilməyəcəksiniz. Heç bir halda alınmayacaqdı.
Cavab ala bilmədiyimiz halda nə edəcəkdik? Bunların hissələrini tapacaqdıq. 120'dir, 30'dur, 90'dır hamısı neçəyə bölünür? 30'a bölünür. 120'ni 30'a bölsəm alaram elin qiymətini 4. El oldu 4. 30'u 30'a bölsəm 1 alaram. K'nın qiyməti oldu 1. N'yi 30'a bölsəm, yenə 120'ni 30'a bölsəm N olar 4. M 90'dır. 90'ı 30'a bölsəm M olar 3. Nə aldım buradan? 1 plus 3 4'dür. 4 plus 4 8'dir. 8'e 4 de nə deməkdir uşaqlar? 2'də 1 deməkdir. Doğru cavabımız olacaq D variantı 2'də 1. Əgər ixtisar gedirsə, dərəcələri mən hissələrə çevirə bildiyim dərəcələrdirsə, mütləq hissələrə çevirmək lazımdır. Çünki burada hərflərin həm də yuxarısında konkret olaraq dərəcəsi verilməmişdi. Dərəcə yazılmamışdı. 23 nömrəli sualımız yenə bir qrafik sualdır, biraz fərqli formadadır. İndi diqqətlə baxın uşaqlar. X-in qiyməti 13-ə bərabərdirsə, mən tapmalıyım ki, K, Y neçəyə bərabərdir? Birinci K qrafikini analiz edirəm. Baxın, qrafik 7-dən başlayıb X-in 7 qiymətdə. Buna diqqət yetirmək lazımdır. X 7-dən 9-a qədər 2 vahid artdığı halda X 7 olanda Y-in qiyməti nə idi burada? 3 idi. Bəs X 9 olanda Y-in qiyməti neçə oldu? Sola gəlirəm, baxıram 0 olub. Yəni 3 vahid azalıb. Yəni X 2 vahid dəyişəndə bu 3 vahid dəyişir, amma azalır. Yəni belə bir işarə qoyuram ki, azaldığı bilinsin. Mən indi deyir ki, X-in 13 qiymətində bəs bu qiymət nə olar? Normalda belə 13'ün X-a yazardıq, elə deyil, amma belə yaza bilmərik. Çünki mənim qrafikim 0-dan başlamayıb uşaqlar. Mənim qrafikim X-in 7 qiymətindən başlayıb. Yəni sanki mən buradan 7-dən başlayıb 13'ə gedəcəm. 7-dən başlayıb 13'ə gedirəmsə mən neçə vahid irəliləmiş olam? 6 vahid. Deməli 6'nın qiymətini 6'ya müvafiq qiymət tapacağam. 2'yə 3 uyğun gəlirsə 3'ə necə uyğun gələcək uşaqlar? Baxın bu da azalan olmalıdır. 2'ni vursam 3'ə 6, 3'ə vursam 9. Olacaq 9. 9 vahid azalmağa doğru gedəcək. Amma bir şeyi nəzərə alaq. Mənim qiymətim hardan başlayır? Y-in 3 qiymətindən. 9 vahid aşağı düşsəm buradan, 3 vahid burada 0'a çatana qədər, 6 vahid də burada. Amma mənfi hissədə. 3 vahid müsbət hissədə, 6 vahid də nə oldu? Mənfi hissədə oldu. Deməli, mən tapdım ki, K-in qiyməti mənfi 6'dır. Yazdım yerinə. İndi N'yi hesablayıram. N isə L-Y qrafiki ilə hesablanır. Yəni burada. Və mən gəlib baxıram ki, X-in 0 qiymətində X-in 10 qiyməti verilib burada. X yəni 0-dan 10'a 10 vahid dəyişəndə Y nə qədər dəyişib? 4'dən, baxın 0 olanda X, Y 4 imiş. 10 olanda isə baxın burada 7 imiş. 3 vahid dəyişib. Deməli bu 10 olanda bu 3 vahid artır. 10 vahid dəyişəndə bu 3 vahid artır. İndi isə bəs X 30 vahid olanda bu neçə vahid artacaq? Bunu tapmalıyam. Amma nəzərə alın ki, bu səfər X-in qiyməti 0-dan başlayır. Burada gördünüz, aşağı düşəndə həmin yerdən X oxuna doğru 7-dən başlayırdı. Amma burada bu oxdan X oxuna doğru düşəndə görürəm ki, 0-dan başlayır. Yəni artıq burada bu 7-ni nəzərə almışdım bayaq. İndi heç nə nəzərə almayacağım, 0-dır. Deməli, bəs burada Y-in qiyməti nə olur? Mən 13'ə vursam 30, 3'ə vursam yenə 9 alınacaq uşaqlar. Deməli, yenə 9 vahid artırmalıyam. Amma nəzərə almalıyam ki, bu səfər yenə Y-in qiyməti 4'dən başlayır. Mən 4'dən başlayıb 9 vahid artırsam, 4'ün üstə 9 gəlsəm nə alınar? 13 alınar. Deməli, qiymətim, yeni qiymətim olacaq 13. Bu halda mənfi 6 ilə 13'ün cəmində mənə müsbət neçəni verəcək uşaqlar? 7'ni vermiş olacaq. Deməli, bu sualda doğru cavabı müsbət 7 olmuş oldu. 24 nömrəli sualımız tərəzi sualdır. Baxın, bu tip tərəziləri çox sürətli yazmaq olur. Təbii ki, alt-alta çarpaz toplaya bilərsiniz. Bununla bağlı müxtəlif izahlarda göstərmişəm. Amma yerinə qiymət qoymaq ən əlverişlisidir. Üçbucaqları X yazıram, kvadratlar Y yazıram. İndi baxın, bir kənardan yazıram ki, 2X bərabər 3Y. Əgər bu tip ifadələrdə verilmiş bu ədədlər, əmsallar ixtisar getmirsə, birbaşa X-in minimal qiyməti Y-in yanındakı ədəddir. Y-in minimal qiyməti X-in yanındakı ədəddir. Deməli, X 3'dür, Y 2'dir. Gətirib yerinə yazıram. Minimallarla hesablayın ki, rahat hesablayasınız. Deməli, X-i yəni 3 bucağı 3 tapmışam. A 3 bucağı. A kvadratı 2 tapmışam. Yazıram yerinə. İndi A 3 bucağı 3 tapmışamsa, 3 dənə qara 3 bucağın 1 A 3 bucağı veribsə, bunlar 1'dir ki, 3 dənə biri mənə 3'ü verib. İndi kvadratı 2 tapmışdım. 2 plus 2 mənə 4 verirsə, mən buradan 4 almalıyam. 4'ü necə yaza bilərəm məsələn? Ya 4 dənə qara 3 bucaq yazaram, ya bir dənə qara 3 bucaq, bir dənə də ağ 3 bucaq yazaram. Çünki ağ 3 bucağım 3'dür, qara 3 bucağım 1'dir. 3'dən birinci cəmdə 4'dür. O da harda verilib mənə? Baxın,
Bir ağ, bir qara Y variantında verilib. Deməli 24 nömrəli sualın cavabı da oldu Y variantı. 25 nömrəli suala baxırıq. Fiqur ədəd əlaqələrlə bağlı bir sual tipidir. Diqqətlə baxsaq, bu ikisi bir-birinə bağlanıb. Deməli bir qruplaşacaq. Bu ikisi də bir-birinə bağlanıb bir qruplaşacaq. Və hamısında mən görürdüm ki, aşağıda 9 3-dən böyükdür. 12 bu 3-dən böyükdür. 21 5-dən böyükdür. Hamısında sol tərəf, sağ tərəfdən böyükdür. Soldan sağa çıxmış ola bilərəm deyə. Soldan sağa çıxıram. 9-dan 3 çıxsam 6. 12-dən 3 çıxsam 9. 21-dən 5 çıxsam 16. Və gəlib yuxarıya baxanda görürəm ki, baxın mən bu 2-ni bu 3-ə vursam neçə alaram uşaqlar? 6. Bu 1-i bu 9-a vursam neçə alaram? 9. İndi mən bu 4-ü sual işarəsinə vurub neçə almalıyam? 16 almalıyam. Yuxarı aşağı eyni idi. Çünki 16 almalıydım. Deməli sual işarəsi yenə 4 olacaq ki, 4-4-ə vurum 16 alım. Bu sualında 25 nömrəli sualında doğru cavab oldu C variantı. Hər biri tam qəbul səviyyəli sualdır. Sadəcə biraz tərəzimiz sadə idi. Qrafiklərimiz kifayət qədər çətin idi. Mətnlərimiz də təbii ki, biraz sadə idi. Amma digər hamısı tam qəbul səviyyəli suallar idi. Ona görə bunların izahı sizin üçün çox vacibdir. Həftə ərzində yenə çalışacağım ki, yenə sizə 25 dənə sual və onun izahını atmış olum. Növbəti izah videolarında görüşənə qədər hələlik.